Salamünaleyküm, hər vaxtınız xeyir olsun. 2 sot yarım torpaq sahəsində 3 otaqlı həyət evi. Həyət yanı sahəsidir. Evin yanına, arxasına keçmək mümkündür. Deməli, torpaq bu qapıdan 2 daş bu yana bölünəcək, düz axıra kimi. Bu balaca əncil ağacı həyətə daxildir. Bu böyük əncil ağacı həyətin kənarında qalacaq. Həyəti bu boydadır. Həyəti rahat bölünəndən sonra 2 maşın girə bilir. Ev natamam təmirlidir. Təmirə ehtiyacı var. Amma qiyməti münasibdir. Yerdən 1, 2, 3, 4 daş kəsilidir. Belə evin içinə də baxaq. Bura balkonudur. Evin yanına keçid də var. Əsas yoldan Buta marketdən piyada 5-6 dəqiqəlik yoldur. Bu evin girişidir. Hol hissəsi. Burada mətbəx mebeli yığılmaq mümkündür. Bu arxa həyətə yoldur. Bağladım buranı. Buranı açarsan. Bu hamam otağıdır. Vannası var. Ayrısonu var. Bu arxa həyətidir. Meyni ağacı var burada. O gördüyünüz tikili də həyətə daxildir. Oturmağın sağ tərəfindən hasar çəkiləcək. Sayğaclardan işıqla su var. Qaz sayğacı yoxdur. Qaz sayğacını çəkməyi də köməkliyi göstəriləcək. Bu bir otaqdır. Orta təmirlidir. Yataq otağı kimi istifadə etmək olar. Bu zaldır. Deməli 5.30-un 3 metrəyədir bu zal. Burası təmirə ehtiyacı var evlərin. Burada 5.30-un 2.80-ədir. Bu da böyük bir otaqdır. Evimiz köhnə tikilidir. Təmirə ehtiyacı var. 5.30-un 3.80-ədir bu otaq. Evimizin qiyməti 29.000 manatdır. Real alıcıya yaxşı indirim olunacaq. Bütün bu gördüyünüz təmir işlərinin hamısı nəzərə alınacaq qiymətdə. Real alıcıyla yerində danışıb razılığa gəlmək mümkündür. Əlavə məlumat üçün səhifə başlığındakı nömrəyə də əlaqə saxlayın. Yəni 2 sot yarımda 3 otaq natamam təmirli də olsa 29.000-ə bugünkü Hövsan bazarında yoxdur belə bir qiymət. Sayğaclardan da yenə deyirəm, işıq var, su var, bir dənə qaz sayğacı yoxdur. Onu da çəkməyə köməklik eləyəcək. Həyətin ön hissəsi də var, arxa hissəsi də var. Buta marketə piyada 5-6 dəqiqəlik məsafədir. Əlavə məlumat üçün zəng eləyin, gəlin real baxın.